Salam hörmətli izləyicilər, hörmətli həmvətənilər, xoş gördük bu arada. Deməli, Polşada, Varşavada Qənimətlər Parkı deyək də bizim Azərbaycanda Qənimətlər Parkı var. Burada da yəni 41-45-ci illərdən, dövrlərindən yəni ki qalan texnikalar, silah-sursat, hərbiyə aid olan nə varsa, burada belə bir park var və mən girmişəm bura. Girişi 25 zlotdur, elə də çox baha deyil, 12-13 manat eləyir. Baxın, belə bir girişdə kukuruznik var, belə deyək, lori dildə demək olarsa və indi hələ ki mən girişdəyəm və girişdə bu tankları görürəm, görürsünüz. Yəni yavaş-yavaş ilerleyirəm qarşıda, nələrlə qarşılaşacağımızı bilmirəm. Gerçəkdən də qarşısındakı bu topun lüləsinin yerləşdiyi dəmirin qalınlığına baxın, görürsünüz. Yəni dəmir də deyərsək, buna dəmir də deyil, bəlkə də bu poladdandır. 100%. Qarşıya irəliləyirik, baxaq görək qarşıda bizi nələr gözləyir. Topun lüləsinə baxın, görün nə boydadır. Bu da çox böyükdür və burada görürsünüz. Burada belə tanklar çoxdur, cürəbəcürdür. Yəni bu tank o birisilərə qabaqda baxdım, 2 dənə, 3 dənə tankdan daha çox belə genişliyi var. Sonra baxaq görüm qarşıda bizi nələr gözləyir. Bu da yaman genişdir ama. (83-15). Yəni o dövrlərdən bu dövrlərə bu tankların belə qalması gerçəkdən də möcüzədir. Möcüzə deyəndə yəni ki nə deyim vallah. Bunu büküblər, yəqin ki bu yaxşı vəziyyətdədir. Bundan nə üçünsə yəqin istifadə eləmək mi olar, yoxsa nəyə görə bunu büküb saxlayıblar bilmirəm. Gün dəyməsin nəsə, ya da üstü açıqdır nəsə. Bunlar da nələrdir? Bu deyəsən yəqin ki akop qazmaq üçündür, mən belə başa düşürəm. Görün bunun dəmirinin qalınlığına baxın dostlar. Bu tankın qabağına birləşdirilib və bu qalxır, enir hər halda, çox güman ki. Görürsünüz. Bunlar yəqin ki mən elə düşünürəm ki akop qazmaq üçün və yaxud da hər hansısa bir çətin maneələrdən keçmək üçün istifadə olunub. Burada yazılıbdır. Ama yazılanlar polyak dilində yazıldığı üçün tam olaraq yəni bilmirəm. Mən öz fikirlərimi sadəcə olaraq sizlərlə bölüşürəm. Sonra burada da belə bir böyük bir tank var, görürsünüz. Bu tək qoyulub bura. Oho, bunun genişliyi dəhşət. Bu çox genişdir, dəhşətli dərəcədə genişdir. Enliliyi var bunun. Hardasa 3 metre. 3 metre enliliyindədir hardasa. Çox istərdim bunun içinə baxım. Yəqin ki içinə baxmaq olmaz. Bağlıdır. Burada da tabelalarda yəni o dövrdən bu tərəfə olan məlumatlar qeyd olunub. 1939-cu il görürsünüz. Yəni o dövrün belə deyək də gedən müharibələr haqqında şəkillər, fotoşəkillər və qısaca olaraq bəzi müəyyən məlumatlar yazılıb burada.
Tankları belə gördük dostlar. Şimdi burada bilmirəm içeri girmək olar yoxsa yox. Burada nə var? Baxmaq lazımdır. İçeri giririk dostlar. İçeride de böyle bir şeyler var burada. Çok maraqlıdır gerçekten de. Muzeydir da belə deyək. Przepraszam, bileci zapiszę, pan normalny kupował bilet, ticket. Normalny, za 25. Da. Wiem, IQ. IQ. Burada balaca bir mini bir şey var belə. Çok maraqlıdır gerçekten de. Yani bu ne için istifadə olunub bilmirəm. Oturmaq üçün yer var mı bunun içində? O tərəfdə bir balaca yer var. Çox maraqlıdır. Çox balaca bir şeydir bu, amma sepli deyib. Məncə də burası oturmaq üçün yerdir ha. Bax belə bir şeydir görürsüz. Oturmaq sideniyası da var. O birisi tərəfdə bilmirəm nəsə var mı? O sideniya var. Sonra bu ne olan şeydi bilmedim. Bu da maraqlı bir şeydi. Yəqin ki bu o göllərdən, nə bilim bəzi yerlərdən keçmək üçündür. Onun da üstündə hər halda silah yerləşdirilib. Amma hal-hazırda yoxdur, görsənmir. O devrin formaları. Görürsünüz. Bu da top. O tərəfə mi keçək yoxsa öncəliklə bu birisi tərəfdən baxaq görüm. Orada nə var? Burada da balaca maketlər yerləşdirilib. O dövrə aid olan balaca maketlərdir sadəcə olaraq. Burada da bax belə bir determinator yazılıb. Bu da silahlı o vaxtı maşın kimi istifadə olunub. Yəni təkərlidirlər bunlar. Səklilər var, təkərlilər var. Çox maraqlıdır gerçəkdən də. Bunların içində çox balaca bir sideniyaları var, çox balaca. Biri də burada qabaqdadır. Hər halda buradan da üstə yerləşdirilmiş pulemyotu, minimyotu hər nəysə də istifadə ediblər. Burada da belə bir maket yerləşdiriblər. Bu da çox maraqlıdır. Görürsünüz. Bu ne için istifadə olunub o dövrlərdə Allah bilir. Bilinmir. Sonra belə bir top var. Bu da yəqin ki 360 dərəcə, 390 dərəcədə dönmək üçündür. Bu T-41 238. Baxın üstündə o vaxtın silahı da qalıb. Çox maraqlıdır. Pulemyotdur bu yəqin ki hər halda. Baxın. Sonra keçək bu birisi tərəfə baxaq görün burada nə var. Bura başlanğıc yerdir. Burada da o vaxtın müharibələri haqqında məlumatlar verilir. Yəni sonra gördüyünüz kimi burada lövhə var. Digər texnikalar haqqında da məlumat. Bunlar da yəqin ki tibb personeli olubdu o vaxtı. O vaxtın tibb personeli olubdu. Burada bir balaca zal var dostlar ve o dövrün yani gedən müharibələri haqqında yani video çap nümayiş elətdirilir. Burada misal üçün stollar da qoyulub, kimlər istəsə burada belə otura bilər, izləyə bilər. Biraz yaxınlaşdıraq.
Belə bir balaca izləmə zalıdır indi. O vaxtın yəqin ki, qəhrəmanları haqqında və yaxud da buradakı bəzi gizli mağaralar, muzeylər və yaxud da partladılmış yerlərsə haqqında məlumat verilir. Çox gözəl bir şeydir əslində. Burada da bir dənə köhnə kanister var. Bizdə var idi dəmir kanisterlər. Görürsünüz, o vaxt yanacaq üçün də hər halda. Çox maraqlıdır. Burada da silahları üçün kaska var. Görürsünüz, paslanıb kaska görünə qalıb. Və bu da silahların bəzi hissələridir. Gördüyünüz kimi. Bir dənə də balaca uşaq gəldi. Oturdu, başladı burada izləməyə. Keçirik dostlar o birisi tərəfə. Bu da, baxın, bu da mərmidir. Bunu nətər atıblar, necə atıblar, Allah bilir. Çox maraqlı bir şeydir. Hər halda görün bu nə boydadır. Özü də ki, yox, bu mərmiyə oxşamır axı. Qalın poladdandır bu özü də. Nədir, Allah bilir. Burada əslində bunlar haqqında məlumat verilib. Yəqin ki, bu bax, belə bir məlumat var burada, göstərilir, amma tam olaraq bilmirəm. Baxım görüm, bunun tərcüməsi mümkündürsə, mən bunu tərcümə eləmək də istəyirəm. Bircə dəqiqə. Baxaq görək, bunun tərcüməsi mümkündür. Burada nə yazılıb? Çox maraqlıdır. Deməli, 44-cü ildə Varşava üsyanında qeyri-adi bir xatirə atılan güllə Adriya otelinə düşdü. Deməli, partlamayıb, üsyanlar qoruyucunu zərərsizləşdirib və üsyançıların əl qumbaralarının istehsalında istifadə edilən güllədən TNT çıxarıblar. Və burada maksimum məsafə 10 kilometrə qədər yazılıb. Texniki məlumatlar. Və bu tam olaraq adına baxaq görüm nə deyir. Almaniya dəmir yolu Karl Geret üçün 600 millimetrlik layihə. Nə bilim, nəsə belə bir şeylər yazılıb. Çox böyük bir şeydir. Gerçekten de, ama dəmirin qalınlığına baxın dostlar. Baxın. Dəmir deyəndə bu sanki şeydir, nə deyirlər ona? Poladdandır. Neyse ki, keçək o birisi tərəflərə baxaq. Come. Already finished everything here. Buradan keçmişdik və keçirik o birisi tərəflərə baxaq. Görək orada nələr var. Burada da silahlar var. O dövrün dayan doldurumları bax görürsünüz. Çox maraqlıdır. Bu tüfəngə baxın da boyda uzundur. Bəlkə də bunu sniper kimi istifadə ediblər. Sadəcə olaraq dəmirin tökülməsini görürsünüz necə tökülüb. Baxın. Kəlokobud, çopur. Neyse, ama poladdandır, dəmirdəndir, bəlli deyil. Poladdan olur məncə bu. Dəmirə oxşanır. Dəmir buna yəni dözməz. Və digər silahlar var burada. Sonra bu necədir? 35 kal 9 millimetrlik. 9 millimetrlik tapanca. Və bu da minimyotdur, o vaxtın, o dövrün minimyotudur. Belə yanda şey var, çarx kimi fırladırsınız, tak. Belə bir şey. Və bunlar mərmilərdir. O vaxtın mərmiləri görürsünüz. Mərminin qalıqları, mərmilər. Sonra burada bax, bu topların mərmiləridir bunlar yəqin ki, çünki müxtəlif cür toplar var. Böyük var, kiçik ölçüdə olan var. O başdakı bu yəqin ki şeydir,
hava hücumundan müdafiə üçün hazırlanmış bir silahdır. Yəni yəni topun qarşısında belə məlumatlar yazılıb, sadəcə olaraq bunları bir-bir tərcümə etmək biraz telefondan çətindir, bilirsiniz. Baxın. Və bu bəllidir ki, hava hücumundan müdafiə üçündür. Purjunlar zadlar var, çünki bu çox belə sürətli və çox atəşli bir silah olduğu üçün, yəni belə bəlli olur ki, bu hava hücumundan müdafiə üçündür. Bu özü də durduğu yerdə məsəl üçün 390 dərəcə rahat şəkildə fırlanır. Və sonra keçək görüm bu tərəflərdə nə var. Burada da bir balaca tank fason bir şey var və Hitlerin maşını. Maşının görürsən burada bir dənə buynuzu var. Bu maşını dartmaq üçün olur. Nə üçünsə belə bir buynuz kimi bir şey qoyublar. Çox maraqlıdır. Wow. Burada bir dənə şey var. Nədir bu maşının adı? Bulsk, nə bilim, 21'dir bu, nədir bu? Yoxsa o vaxtın belə bir şey var. Bax, motoru zada hər şeyi görsəniz. 1, 2, 3, 4 nəfərlikdir bu özü də. Amma seplidir. Neysə ki. Bunun da, maşının da qabağı təkərdir, görürsünüz, arxası isə sepdir. Tamam fərqli bir şeydir bu. Çox maraqlı bir şeydir. Maşının içinə baxın, çox qəşəngdir. Maraqlıdır. Bunlar ümumiyyətlə heç tərpənmir. Və yəqin ki, əskərləri daşımaq üçün istifadə olunubdur. Belə bir maşın da qoyublar bura. Bu mənim üçün çox maraqlı gəldi. Bu çünki son illərin, yəni ki, son model maşınlarındandır. Bu, yəni o 39, 40, 45-ci illərə aid olan bir maşın deyil məncə. Çox maraqlıdır, amma çox da gözəldir. Gerçəkdən də çox gözəldir. Sadəcə olaraq bunu tərcümə eləyib baxacağım. Baxaq görək burada nə yazılıb. Bu maşın haqqında məlumat bilmək istəyirəm. Görək nə yazılıb burada. İstehsal olunub 1930-cu ildə. Çox maraqlıdır. Yəni bu son model belə deyək də, yəni çox yeni maşına oxşuyur, hər şeydə qaydasında, amma istehsal olunub bu tip nəqliyyat 1930-cu illərdə Polşa generalları və diplomatları tərəfindən istifadə olunub. Onlar Varşavanın Vola rayonunda BMU 65 nə bilim nə zavodunda yerləşən Lipopa sənaye zavodunda ABŞ-dan ithal edilən orijinal hissələrdən istifadə edilərək yığılıb. Mühərriki 8 silindir, 1,5 litr benzin, sürət 120 km. Çox maraqlıdır. Yəni o dövrlərdə yəni belə maşınların olması çox maraqlıdır. Bunun qapısı açılırmı görəsən? Yox, açılmır. İçərisini belə çöldən göstərim dostlar sizə. Bilmirəm nə qədər görsənir. Yaxşı görsənmir əslində. Sirenyaları falan. 120 sürət. Normal maşına bənzəyir. Keçək, burada başqa nə var? Bu nədir? Bu nə olan şeydir belə? Bu çox maraqlı bir şeydir.
Yəqin ki, bu da onun motorlarından biridir burada. Yoxsa bu... Yox. Bu hardasa kukuruzniklərin motorlarındadır. Bu topundu ya tankundu üstündə olan dəmirdir. Poladdır, təmiz poladdandır bunlar. Və baxın, içindəki motora baxın. Sadə motorlar olub o vaxtı, amma kişilər beyin işlədiblər də, kəllə işlədiblər. Orada da belə bir tank fason bir şey var, BTR fason. Bu da topdur, görürsünüz. Gedək, baxaq görək digər tərəfdən nələrlə qarşılaşırıq. Burada çox belə deyək də böyük bir ərazidir dostlar və belə bunlar görürsünüz. Yəni ki binadır, üstündə torpaq, təpə, bağ, bostan var, park var. Yəni ki bunlar o vaxtı mən belə düşünürəm ki yeraltı olubdu belə bu şeylər, bu bazalı şeylər nə deyirlər onlara. Silahların, bu tankların, topların yerləşdiyi yerlər bunlar yeraltı olubdu və sonradan buralar yəqin ki vurulub, dağıdılıb və bu hala gəlib. Burada gördüyünüz tanklar. İndi gedəcək qarşıda, baxaq görək orada bizə nələrlə qarşılaşacaq, nələri sizə göstərə biləcəm. Çox xahiş edirəm hər kəsdən bu videonu maksimum dərəcədə bəyənin və mən bu videonu sizlər üçün Polşa Varşavadan, yəni bu Qənimətlər Parkından 39-cu, yəni 38-39-40-cı illərə aid olan hərbi silah sursatlardır, çəkib göstərirəm. Xahiş edirəm ekranı bəyənin, paylaşın ki qoy hər kəs görsün. Və dostlar, davam edirik. Mən əslində buradan bir su almaq istəyirəm. Öncəliklə baxaq görün, buradan bir dənə su almağa çalışacağım. Deməli nətər alacaq biz bir suyu. Öncəliklə böyle 5'i basacaq, sonra kartı qoyuruq ora, tamam. Okey. Deməli 63 blask var. 60 blask var. Blask mı alaq yoxsa adi su mu alaq? Tamam, bir dənə blask alaq. Blask içsək daha yaxşı olar. 60 nömrəni yığırıq burada. Öncəliklə 60 nömrəni yığırıq və telefonumuzu yaxınlaşdırırıq. Proszę użyć kartę. Yox, kartımızı qəbul etmədi. Oxucuya tutun. Oxucu hardadır ki? Tamam. Təzədən bir də baxaq. Autoryzacja. Proszę czekać. Aha, qəbul elədi. Onu bəs. Aha. Bu Azərbaycan kartı olduğu üçün orada şey istədi məndən ki, plinlə, yəni palyak plinlə, yəni zlotla ödəyirsiniz, yoxsa şeylə yəni yoxsa manatla ödəyirsiniz, dollarla ödəyirsiniz. Neysə, suyumuzu aldıq dostlar. Gedək baxaq görüm. Orada bir Nemcovski tank var. O vaxtı biz kinolarda gördüğümüz, bax kinolarda bax bu tankları görürdük. Bax bu bax bunları görürdük. Bunlara nə deyirdilər? Orbitsalar deyirdilər. Nə deyirdilər belə bir şey. Bir də bax bu tankları gördük. Bax görürsüz bu belə balaca.
üzərində Sovet ulduzu olan 51. Çox maraqlıdır. Gedirik dostlar qarşıya. Burada da təkərli hərbi texnikalardır. Baxaq görüm. Orada da şey var. Sərgi kimi içəridə. Amma bilmirəm indi oraya girə biləcək yoxsa yox. Bu maşına baxın. Görürsünüz. Ona çox gözəl görsənirlər. Bunlar BTR-lərdir. Bu da lap belə elə bil ki, evin damı kimi vurulub damı. Maraqlıdır gerçəkdən də. Çox maraqlıdır. Bu ən çox lotka kimi istifadə olunub məncə də. Bu balaca yəni bunlar sulardan da keçə bilirlər. Bəzi misal üçün çaylardan, sulardan keçə bilirlər. Görürsünüz. Çox maraqlıdır. O tərəfdə çox böyük, iri toplar var. Və burada bir dənə böyük bir mərmi var. Baxın mərmiyə görürsünüz. Görün nə boydadır. Çox böyükdür. Biz bunu indi televizorlarda görürük. Hələ o vaxtı belə görürsünüz nə boyda yekə olub bu. Bəlkə də uzunluğu yox yerindən bir 6-7 metr olar. Sonra baxaq görək burada bu uzun lüləsi olan hansıdır? Yəni suyumuzu da açaq. Burada da var belə BTR-lər. Ne bileyim abi. Çox belə şey uzun lüləsi var bunun. Bu uzun mənzillər üçün istifadə olunur. Nə üçün istifadə olunur bilmirəm. Bu da nədir bilinmir. Yəni başında yekə bir şey var, top kimi, müntəsi bilinmir nədir. Çox maraqlıdır. Amma çox böyükdür. Enliliyi, yekəliyi. Belə şeylər var. Sonra baxın orada maşınlar var, görürsünüz. Üstündəkilər katyuşalardır. Deməli 1, 2, 3, 4, 8, 16 ədəd yəni mərmi ata bilən katyuşadır. Bu maşının üstündəki görürsünüz. 16 ədəd ata bilir. O tərəfdəki isə 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 40. Əslində 40-dan çox olmalıdır, amma burada 40 dənə mərmi ata bilir. Bu maşının üstündəki. Bunlar bizdə son müharibədə də 44 günlük müharibədə də istifadə olunmuşdu belə bir katyuşalardan ermənilərlə savaşda. Və burada onlar da yəqin ki katyuşalar olub maşının arxasında yerləşdirilib, yəni nəsə də bilmirəm, ya raketlər yerləşdirilib orada, bəzi müəyyən mərmilər. O tərəfdə qırıcılar zadlar var. İndi oraya sonra keçəcəyik. Əvvəlcə bu içəri girmək istəyirəm, burada baxmaq istəyirəm, görüm burada nə var. Bu içəridə də nəsə olmalıdır. Öncə orada baxaq dostlar. Maraqlı şeylər var. Girirsən dostlar içəri. Nədir bilmirəm. Çox maraqlı bir şeydir. Bundan nə ediblər? Bu suda gedən bir şey olub, qayıq kimi nəsə bilmirəm. Bu da mərmidir. Bundan o vaxtı yəqin çox güman ki, bunu dənizə zıda atırdılar. Nə üçünsə bilmirəm. Elə görmüşəm də. Məlumatlar var dostlar, hər şeyin qarşısında yazılıbdır.
Prosto məlumatları bir-bir onlara tərcümə elətdirmək biraz çətindir. Və burada gördüyünüz kimi böyük bir mərmi var. Uzunluğu bunun da hardasa bir 6-7 metrə var. Silahlardır, minomyotlardır. Bunlar hava hücumundan müdafiə üçün daha çox istifadə olunubdur. Sonra burada da deməli belə bir zal var. Görürsüz divarda. Baxa bilirsiniz kino falan, film olaraq belə göstərə bilirlər. Gəlirsiniz burada əyləşirsiniz. Oturursunuz, 25 slotdur verirsiniz, girirsiniz bura, istirahət edirsiniz. Həm də çox maraqlı şeylər var. Burada kiçik figurlar olaraq da görürsünüz. Çoxlu, yəni misal üçün qırıcılar, samalyotlar, nə bilim, kukuruzniklər və digər və s. kimi belə misal üçün baxın, maketlər var, balaca, iqruşka kimi. Yəni belə də göstərim sizə. Üstündə krest olanlar var və bu ağın üstündə yoxdur krest, bu bilmirəm nədir. Yazılıb, çoxların üstündə krest var, təbii ki. Mən sizə belə göstərirəm və burada da baxın, bu formada var. Bunlar sadəcə dostlar maketlərdir və bunlar da tankların maketləridir. BTR-lər, tanklar və bütün sepli, təkərli fırlanan texnikaların maketləridir. Çox maraqlıdır və burada çoxlu belə şeylər var. Tiqaçlar, maşınlar və digər BTR-lər və digər və s. Görürsünüz, baxın. Bax belə misal üçün şeylər var ki, burada o vaxtda raketləri falanları daşıyırlar yəqin bunlardan. Çox maraqlı figurlar var burada. Çox maraqlı figurlar, maşınlar. Hitlerin maşını var burada, baxın. Bunlar tabii ki də tip sayəsində istifadə olunan maşınlardır. Və bunlar isə əskərləri daşımaq üçün və digər misal üçün hər hansısa bir nəsə daşımaq üçün. Çox maraqlı şeylər var. Həddindən artıq görürsünüz. Baxın. Və burada bir dənə belə deyək də, indikinin puası da o vaxtın mərmisi deyək. Bunu nə ilə atıblar, necə atıblar, nətər gedib, özü gedib, raket kimidir, balacadır amma, çox balacadır. İçi və başla. Çox maraqlıdır. İndi bu şeylərin, kukuruzniklərin, yəni şeylərin, nə deyirlər ora, samalyotların, yəni əsas maketlərdən başqa böyükləri də o tərəfdə var. Gedib indi orada baxacağıq, indi vaxtımız olarsa. Bu da o dövrün xəritəsidir. Yəni müharibə necə gedibsə, müharibə gedən ərazilərdə bu da qazılmış okoplardır və okopların içərisindən yəni qarşı tərəfə müqavimət göstərmək üçün və yollarda olan görürsünüz, balaca tıxaclar var, maneələr var. Yəni insanların yəni qarşı tərəfə keçməməsi üçün. Və buradan da çay axır. Eyni zamanda bu tərəfdən də bunlar hücuma keçənlərdir. Belə dostlar. Və burada çoxdur belə görürsünüz. Baxın. Burada çoxdur belə maketlər. Yəni hər türlü var da, yəni silah-sursatın, hərbiyə aid olan bütün silah-sursatların, texnikaların belə deyək də maketləri burada var. Nə istəsəniz tapa bilərsiniz. Balaca kukuruzniklər və işığın sönməsi yaxşı oldu.
qırıcılar. Hə, bu birisi tərəfə də keçək baxaq görəm burada nəsə varmı? Bilmirəm. Burada da məlumatlar, zadlar var. Belə burası bağlıdır. Bunlar yəqin ki, bilmirəm nəsə lazım olan ləvazimatlardır. Yəni bura yeraltı olub dostlar. Yeraltı silah sursatların saxlanıldığı yerlər olub. O vaxt indi muzey kimi istifadəyə veriblər. Və buradan çıxırıq çölə. Və dostlar, buradan o tərəfə isə baxın, içəridə maketlərdə gördüyümüz samalyotların, qırıcıların, yəni özləri buradadır. Burada da belə bir girişdə içəridə bir maket əskər qoyublar. Və mərmilər, daşınan mərmiləri daşıyan texnikalar, kukuruzniklər, samalyotlar, qırıcılar, raketlər və digər və s. və ilə axır. Baxın, görün nə boyda raketdir. Bu maşını da biz kinolarda görürdük, belə maşınları Qaz 51'lər kimi. Qaz 51'ə oxşuyurlar. Və bunları da görürsünüz, raketləri. Və burada samalyotlar var. Baxın, ələxüsusda bu kukuruznik. Görün bu nə boydadır. Gerçəkdən də yekədir. Oho. Bunlar çox maraqlı şeylərdir. Bunlar hava hücumundan müdafiə üçündür. Baxın, görürsünüz. Yəni 390 dərəcə dönən bir hərbi, belə deyək də, silahdır. Və bu yəni hava hücumundan müdafiə üçündür. Mənə belə gəlir ki. Çünki bunun başqa bir açıqlaması yoxdur. Və burada 2 dənə olan var və tək olanlar var. Görürsünüz, bax bunlar. Bunlar tək olanlardır. Bunlar da radiolokasiyadır o vaxtı. Görün. Nə boyda şeydir, bu BTR fasonda çox yekə bir şeydir. Bu nə deyirlər o, radiolokasiya demək, mən indi öz bildiyim qədərilə belə izah edeyim ki, yəni uzaqdan radar da, belə deyək, qısa lori dildə desək, radarlar. Bax, bunlar radar sistemləridir bu maşınlarda. Bax, burada olanlar radar sistemləridir. Və burada bir dənə maraqlı bir şey var. Bu nədir? Bu da elə həmən radar sisteminə oxşuyur. Nədirsə də bilmirəm. Baxın. Çox maraqlıdır. Bu da radar sisteminə oxşuyur. Görürsünüz. Bunu yəqin ki, qoşqu olaraq aparırlarmış. Və bunlar da hava hücumundan müdafiə üçün və yaxud da hər hansısa bir uzaq mənzilli raketlərdir, atırlar. Deməli, bu arada şəkil də çəkməyə vaxt tapıram dostlar. Həm sizə buraları göstərirəm, həm də özüm şəkil çəkirəm. Çox maraqlıdır. Və buradakı digər qırıcılar və kukuruzniklər və samalyotlar, şimdi bilmirəm bunlar nə üçün istifadə olunubsa.
Demək belə, buradan baxaq görək. Qırıcılar da bunlar. Bombardımançı təyyarələr olub o vaxtın. Görürsünüzmü? Bax, altında mərmisi də var. Mərmiləri var daha doğrusu. Bu yan qanatları altında olan mərmisidir. Digər isə yekə bomba isə tam altındadır. Baxın. Görürsünüz, amma gerçəkdən də yəni böyükdür ya, xeyli. Mən çox istərdim keçin bunu arxa tərəfə, motor hissəsini də çəkim, göstərim, amma ki olmur. Bunlar da elə qırıcılardır. Yəni 365 81 13 148 o lap başda qoyulan o 148 var ha, bax bu dostlar. Bu çox maraqlı qırıcıydı gerçəkdən də. Bunun içində nəsə görsənirmi mən bilmirəm. Heç nə görsənmir, bax belə görsətdən də heç nə görsənməyəcək hər halda. Baxın. Bir də bil ki içi dolu görsənir, bunun bilmirəm. Bunun hər halda yəqin ki bir nəfərlik oturacaq yeri var da. Bunun içində nə bilim Allah bilir nə qədər hancamələr var. 60 10. O da qırıcıdır bax. Onlar da çox böyük qırıcılardır. Altında mərmiləri falanları da var. Baxın. Altındakı mərmiləri görürsünüz. Hələ ondan da böyücü var. Biri də o tərəfdədir. Şimdi onu da sizə göstərəcəm. Baxın. Görürsünüzmü? İndi keçəcəm o tərəfdə. Göstərəcəm, çəkib sizə onu. Bunlar sadəcə balacadırlar. Bunlar da bombardımançı təyyarələr olubdur, balaca, mini bombardımançı, bax görürsünüz. Atdığı bombalar bax bunlardır, mərmilər. O vaxtı buraxırlarmış və görünə bir dənə mərmi görünələrə qadirdir. Hələ siz o dövrdən bunları biz elə belə deyək də, indi belə təsəvvür edirik. İndiki dövrə baxsaq, dəhşət. Yəni İranın belə deyək də İsraili vurması, yəni görün neçə kilometrlər, neçə min və yaxud da neçə 10 min kilometrlər gəlir və yəni istədiyin bir nöqtəni vura bilirsən. Həmən misal üçün mərmilərlə. Burada çox maraqlı radiolokasiyalar var, radarlar var. O vaxtı da yəni nə qədər insanlar o dövrlərdə necə deyim sizə, indiki qədər inkişaf etməsələr də, amma inkişaf ediblər də, hər türlü silah sursat hazırlayıblar, hər türlü yəni olubdur, yəni hərbiyə aid hər şey olubdur. Hər cür imkanlar olubdur. İstifadə ediblər hər şeydən. Bunlara baxın, bunlar radarlardır, radiolokasiyalardır. Yəni o vaxtı da bunlardan istifadə ediblər o dövrlərdə ki, görün bunlar nə boyda olub. Çox maraqlıdır. Çox maraqlıdır. Bu dostlar, yəni bildiyimiz həmən o qırıcı təyyarələrin motorlarıdır. Baxın görürsünüz. Bu elə belə adi bir dəmirdən deyil. İçərisini görürsünüz. Bu adi bir dəmirdən deyil də. Yəni bunun materialı tamam başqa cürdür. Bir şey ki o havada o bəlkə də neçə bəlkə minlərlə və yaxud da
dərəcədə, yəni bunu motorun bu arxa hissəsi qızır. Od alov çıxır oradan və o baxın, görün burada nə qədər xırdaçılıqlar var. Hələ bu görünən hissəsidir. Bu hələ görünən hissəsidir. Hələ o dövrlərin. İndiki dövrə baxsaq tamam fərqli bir şeydir. Bu da həmən motorun pəridir, qabaq hissəsi. Və bunlar da 1-2 bomba, yəni ki, götürmək qabiliyyətində olan, belə deyək də, samolyotdur. Bu amma hardasa 2 nəfərlikdir, yəqin ki, mən belə başa düşürəm. 2 nəfərlikdir. 2 nəfər və ya 2 nəfərlikdir. Orada da çox böyük, hətta palatkaların altında bağlanmış şeylər var, tentlərdə. Bilmirəm, yəqin ki, onlar qorunurlar. Yəni, çox onların, belə deyək də, yağışın altında paslanıb getməsinə imkan yaratmırlar. Bəlkə də hamısını eləmək olardı, amma indi, nə bilim, Qaz 66 var burada bir dənə. Çox maraqlıdır. Xeyli böyük parkdır bura əslində. Bu da nədirsə də ya akop qazandı, ya nə bilim ağacları qopardandı yerindən, yol açandı, nəsə belə bir şeydir. Çox maraqlıdır. Və dediyim o yekə bombardımansı təyyarə isə bax budur. Dostlar, görürsünüz nə boydadır bu. Mən arada belə özüm də şəkil çəkirəm. Həm sizə göstərirəm, həm də burada gəlmişkən şəkillərim də xatirə olaraq qalsın deyə videodan da başqa. Dostlar, belə də çəksəm bilmirəm nə tər düşəcək, gün düşür, heç nə görmürəm. Əslində bu videonu 2 tərəfli də çəkə bilərəm. Amma mən belə başladım. Demək olar ki, burada olan hər şeyi sizə göstərdim dostlar. Və beləliklə Polşada, Varşavada, Qənimətlər Parkında olan 38, 39-cu illərə aid olan hərbi silah-sursat və texnikaları bacardığım qədərilə, yəni məlumatı məndə özümə görə olan məlumatlara qədərilə sizlərlə paylaşdım. İzləyin, bəyənin, paylaşın və mən burada sizlərlə sağollaşıram. Sağ olun, sağlıqla qalın.